Şükür bu günümə. Amma bunu yazmaq buradan nə dərəcədə, yəni Seva 906 düzgündür. Elə bilirsiniz, siz mənə bunu 5-10 manat doludur. 5-10 manat doludur, yəni mən bugünkü gün o 5-10 manatı üst-üstə qoya bilmirəm də. Başa düşürsünüzmü? Jasmin, mama hanı yazımsa? Evdədir. Canın çıxsın, evlənmə. Xeyr, mən bugünkü gün mən əgər əlimdə 5-10 manatım varsa onu ailəmə xərcləmirəmsə, yeməyinə, içməyinə, keyfiyyətli köynəyi çıxıb. İncitmirəm Jasmin, bizim yanımızdadır. Bugünkü gün mən əlimə düşən 5 manat, 10 manat aparıb. Kim deyə bu? Bunlar nə atır istəyin? Joker, tabii ki. Qaqam, evlənmirsən? Hayır. Ekranı bəyənin dostlar, bir dənə zəhmət olmasa. Joker, o nə sualdır? Tabii ki. Gəlim efirə aslan, yoxsa gəlməyim? Sevgim Allaha, nə yazırsınız? Başa düşmədim. Gəlim efirə, yoxsa gəlməyim? Nə yazırsınız ki siz? Mən sizi tanımıram, eləmirəm. Nə demək istəyirsiniz? Bir deyin görüm. Sevgim Allaha 719. Bir takibimi qəbul edin, yazın görüm nə məsələdir? Gəlim efirə, yoxsa yox? Sualına bax. Sən ölsən axtarırlar. Kim aslanı əsəbləşdirməyin. Əhdir dünyası, çox sağ olun. Yox, gəlir burada yazır ki, gəlim efirə, gəlməyim. Gəlib nə verəsən, nədir? Nə deyir o? Kim deyir? Çevir görək mənə. Hüseyin. Xanımdır. Hər kimdir, Allah xanımdır deyəndə nə ağayırım xanımdır. Sevgim Allaha adını qoyub deyir, asan sənə bu kortda düşmür. Ay sənə qurban olum, sevir nədir, nə danışırsınız siz? Mənim gül kimi ailəm var. Məncə bir söz deyim. Bax, buradan şəxsən deyirəm, mənim həyatımda. Qıraq mənim ailəmdən başqa, qıraqda heç kəsinə mənim işim yoxdur. Bu nədir o? Günəşim. Çox sağ ol Günəşim, təşəkkür edirəm. Bu nə hədiyyə idi? Vallahi imkanımız yoxdur toy eləməyə. Aysel, çox sağ ol, təşəkkür. Aysel, çox sağ ol, təzə çıxıb çox hədiyyələr yazır baca. Çox sağ ol Aysel. Bir dənə qalbim əllərdə hədəfimiz var. Kim mənim paltarıma, kim mənim geyimimə lağ eləyirsə, mənim günümdə yaşasın, mənim günümə düşsün. Başqa heç nə demirəm. Günəşim, çox sağ ol. Aysel, çox sağ ol. Təşəkkür edirəm hədiyyələrinizə görə. Dostlar, yazırsınız Zaksa nə pul? Mən də deyəni tərcümə elədim ki, yəni Zaksa 42 manat pul ödəməlisən. Qan analizinə görə. Yaşardı pislərin qənimi. Çox sağ ol Günəşim. Aysel, çox sağ ol. Təşəkkür edirəm. Minnətdaram. Allah bizi dolu eləsin. Yəni 42 manatdır işləmək istəyirsən.
Ramil yazır, işləmək istəyirsən, boş ver aslan pis yazanlar özləri səviyyəsizdir. Bəli, köşü. Yəni kim dəstək olmaq istəyirsə, yəni kart hesabımız buradadır, dəstək ola bilər. Aysel, təşəkkür edirəm. Yağmur, çox sağ ol, təşəkkür. Aysel, çox sağ olun, minnətdaram. Salam aslan, Ronaldo, aleyküm salam. Hədiyyə atanlar, Yağmur, Aysel, minnətdaram, çox sağ olun. Günəşim, çox sağ ol, təşəkkür edirəm. 30G atım, 30G atım, 30G nədir? Yağmur, Aysel, çox sağ ol, Günəşim, çox sağ ol. Yağmur, təşəkkür. Minnətdaram, Yağmur. Təşəkkür edirəm, dostlar. 1100 nəfər ekranı bəyəndiniz üçün təşəkkür edirəm. Yağmur, çox sağ olun, Yağmur. Təşəkkür edirəm. Aysel, Yağmur, yarışa giriblər Aysellə Yağmur, Allah'ım olsun. Bildiği yarışdı da bunlar. Xoşdur. Xoş gününüz olsun, Yağmur. Gözəl insan. Bir dənə mənim vallahi bilmirəm, qarışmıram mən olan işlərinə. Şöşü yazır, Huma ilə çox yaraşırsınız, o qızın əlini buraxma. Heç vaxt Şöşü, heç vaxt, heç vaxt. Yəni mən heç kəsin əlini buraxmamışam. Mənim əlimi buraxıb gedməsinlər, yanımda daim olsunlar. Mən həmişə, necə deyim, imkanım olmasa da, pulum olmasa da, öz adımla, öz sanımla, öz mərdliyimlə hər bir qadının yanı arxasındayım. Fərqi yoxdur onun başına nə gəlir, nə gəlməyir. Ay Allah, 5 manat atdılar. Kim atdısa Allah ruzusunu versin. 5 manat atdılar. Gəldi. Kim atdısa Allah ruzusunu versin. Yəni 41 manatdır da, yəni 41 manatı ödəniş üçün bizə lazımdır, başqa keçinə. Kanalizin, yəni zaksımızın kim atdısa Allah halal xoşun. Kim attı bunu? Allah razı olsun. Təşəkkür edirəm. Kim atsa, hər kim atsa Allah razı olsun. Aslan 3 arvad dəyişmirsən, yenə deyirsən heç vaxt. Yağmur, Yumay necədir? Yağmur, çox sağ ol, yaxşıdır. Mən 3 arvad dəyişməmişəm. Bunu yadınıza saxlayın. Mənim rəsmi bir dənə nikahım olubdur. Və bu ikinci rəsmi nikahım olacaq. Dəqiq zaksa gön. Dəqiq, viret yazıb, dəqiq zaksa gedirsən. Bəli, bəli, bəli. Qismətdir. Bəli, halal xoşun. Bahar yazır, halal xoşun. Kim atdısa indi bilmirəm. Burada Bahar da yazır, o başqaları da yazır. Mən attım, amma bürcünüz nədir? Humay fevral aydı. Fevral ayı hansı bürc sən aşkən? Bürcü bilmirəm. Dolça bürcü Humaydı. Ayın 7-si nə qədər lazımdır pul? User yazır. Valla sabah gəl verim 42 manat. Gecəmil yazır. Hara gəlim qardaşım? Hara gecəmil? Hara gəlim verirsən? Əziz insan. Sabah verirsə, sabah da gün ərzində, yəni gedəcəm birbaşa asan xidmətə, tələsmə. Sən nə bürcüsən? Mən qız bürcüyəm. Yəni sabah tezdən biz istəyirik gedək, amma ki, hələ ki əlimizdə yəni yoxdur da, bəsət yoxdur. 42 manat pul eləyir, ikimizinki 42 manat. 42 manat mı, 41 manat mı, beləncə vəsait lazımdır. Kərimova, Art, Nail. Zaksa pulunuz yoxdur? Bəli, Kərimova. Verək var, çox sağ ol. Aygünə, bilmirəm, göndərim. Hüseyin yazır. 42 manat puldur da, Ceyran ahı səni tutacaq. Ceyran ahı mən niyə tutur? Beş manat da gəldi. Sağ olun dostlar. Kim atırsa Allah ürəyinə görə versin. 10 manat gəlib ki. Kim atırsa Allah, mən attım. My bet yazır. Ay aslan. Mədiş buyur. Valla mən halal xoşun. Skropik yazır. Valla indi bilmirəm hər kim atır, amma atan yazır ki, çox vacibdir. Bəli, zaksımız 22 qaldı zaksa. 22 qalmadı. 10 manat gəlib cəmi. 32 manat qalıb. Salam aslan.
Aleyküm salam. Ay Humay, mənim dostlar tam dəqiq gəlməz. Humay, nə qədər pul istəmişlər bizdən? 42 manat. Sağ ol. Gəl verim 42 manat. Gec Cəmil, hara gəldim qardaşım? Mən attım yazır. Yazırsan, gəl sabah verim. Hara gəlim bilmirəm axı. Gec Cəmil, elə dəstək olmaq istəyirsən, elə buradan ol günə. Yəni sabahların biz gedəndən sonra onu zaten orada çəkiliş edib mən səhifəmdə paylaşacağam. Elə canlı orada yəni canlı da aça bilərəm asan xidmətdə, yəni böyük problem deyil bu. Nə üçün yığılır dostlar? Onun üçün yəni qoydum ki, bir dənə bizim zaksımızın qanalına izin verməyə lüsumumuz əlimizdə yoxdur, lüsuma görə. Dövlət lüsumudur. 1100 nəfər dostlar, salam, mən attım, Əli yazır. Aslan, mən attım, Əli yazır. Nə, Əli, hansı Əlidir bu? Gəl iş yerimə Əhməd deyə, başa düşmədim.